Dizeldə boğulma problemi, rejimə düşmə problemi çəkmək istəməyənlər sona qədər izləsin. Baxın, Sarento'nun samavarıdır, bu da K5'in samavarıdır. Görsünüz nə gündədir? DPF-in tutulma səbəbi birbaşa, yəni bu samavarın bu vəziyyətdə olmaqdır. Görsünüz də nə gündədir? Bax, kollektorun dolma səbəbidir. Klapanların içinə bütün bu zivlər hamısı oradan gedir. Bu da başqa bir maşınındır, dizel. Sarento'dur. Görsünüz nə gündədir hava kollektoru. Hava getməyə yer qalmayıb. İndi baxın, görün, bax burada prokladkada quruyub deyə yağ buraxıb motorxananın əcinə qalıb. Bu təmizləndi hamısı. Samavar da yuyuldu, bağlandı yerinə. Fərqə baxın. Və peçdə yuyulmalıdır ki, tərtəmiz olsun. İçində köhnə naqarar qalmasın ki, sonra yenidən üstündən qurumlar yığılmasın. Yəni dizeldə birbaşa bu problemlər vaxtında aradan qaldırmalıdır ki, sabahsı gün yenidən maşında hansısa detal sıradan çıxmasın. Bir şey ki, bu cürünə təmizləmə 140 manata başa gəlir. Bütün detalların hamısı yuyulur, motorxana yuyulub təmizlənir. Samavardır, zassonkadır, kollektordur, kəpənəklərdir. Görürsünüz, peçdə yuyulur. Bu peçdən də hər yerdə yoxdur. Yəni o qaynar su ilə yuvan peçdən deyil. Tamam başqa bir şeydir. Yəni sırf belə detalları təmizləmək üçündür. Görürsünüz, təptəzə olur. Və bu sistem bu cürünə tutulanda nə problemlər yaranır? Sonradan sizə izah edəcəm. Deməli, YGR birinci sırada P0404 aşıfqa verir. 90% yəni bu sistemin dolmağından irəli gəlir. Ondan sonra zaslonka xarab olur. 350 manat zaslonka. Yəni onun üçün vaxtında təmizləmək lazımdır. Sabahsı gün bu problemləri yaşamayasan. Əsas da DPF tutulur. DPF-in də təzəsi 1500-dür və yaxud ləğv elətdirəsi olsan və yaxud rejimə düşür, əlavə rasxodlar olur. Və görürsünüz, bu motorxanasına kimi tərtəmiz yuyulub müştəriyə təhvil verilir. Səhifədə əlaqə nömrəsi var. Kimə maraqlı olsa əlaqə saxlayın. Və bizim servisdə Hyundai Kia'ların bütün işləri görülür. Yalnız hava sistemi təmizləmir. Görürsünüz, korobka yağı dəyişilir. Bu maşında da korobka yağı dəyişilir. Yəni problemlərini də aradan qaldırırıq. Yalnız yağ dəyişilmir. Sırf korobka ustamız var. Yəni problemlərinə kimi düzəldir. Bu maşında da səs var idi, tapılmırdı. Onu da düzəltmişik. Və bu Sarento'da da hava sistemi təmizlənir. Və bu i30'da da hava sistemi təmizlənir, gördüyünüz kimi. Bütün işlərdə yəni ideal sərgəli şəkildə. Görürsünüz, burada asobu yer var, aparat vardır ki, hava sisteminin detalları təmizləmək üçün.